Hər kəs salamlayıram. Dostlar, sual verirlər ki, mən proteini niyə qəbul edeyim və nəyə xeyri var? Proteini əgər sənin iştahın yoxdursa, onda qəbul eləyirsən. Əgər sənin, yəni ala bilmirsənsə, zulal mağazadan əlavə qida kimi proteini qəbul edə bilirsən və yaxud vaxtın yoxdur yemək bişirməyə, onda qəbul edə bilərsən. Sadəcə burada məsələ var ki, sən əgər misal çəkirəm ki, 100 qram gün ərzində zulal qəbul eləməlisənsə, sən eləmisən gün ərzində 30 qram və bir qaşıq, bir porsiya protein içirsən 30 qram, yəni zənn edirsən, bu da eləyir 60 qram. Yəni sən amma 40 qram qaldı kənarda. Sən düşünürsən bu sənə kömək eləyəcək. Əgər sən gün ərzində 100 qram zulal qəbul etməlisənsə, sən misal üçün 70 qram özün qəbul eləmisən qidadan və əlavə də bir porsiya 30 qram proteindən qəbul etsən, sən bunu tamamlayırsan. Yoxsa sən düşünürsən o möcüzə kimi sənə nəsə kömək edə bilməz axı. Sən heç zulal qəbul eləmirsən, amma deyirsən proteində zulal var. Təbii ki, proteində zulal var. Amma sənin qidan, indi nə olsun ki, bunda zulalda, proteində zulal varsa, o demək sən 3 qaşıq ardıcıl içməlisən ki, 30 qram zulal eləsin. Xeyr, sən yeməyə də üstünlük verməlisən. Bu sadəcə əlavə qida kimi sayılır. Bu o demək deyil ki, sən elə səhər, gündüz açılan kimi yemək əvəzi ancaq protein içəsən. Yəni belə bir şey yoxdur. Bir daha söylürəm, sən əgər yeməyin düzgün deyilsə, sən nə qədər istəsən protein iç, yəni xeyri olmayacaq. Əksəriyyətdə şikayət edir ki, mən protein içirəm, V-dən söhbət gedir. Yəni qarnım köp olur və hiss edirəm nəsə artıq yağ olur. Bir daha söylürəm ki, yəni firmalar arasında rəqabət gedir. Yəni hərəsi bir-bir, yəni fərqli bir şey qatırlar ki, tez bir nəticə olsun. Bir daha söylürəm ki, ən gözəli təbii yolla. Gecə olsun, eybi yox, amma ki uzun müddətli olsun. Təbii ki, yəni sağlamlıq hər şeydən üstündür. Hər kəsə uğurlar.